Ən gözəl ərik cemini hazırlamaq üçün əriklər tam yetkin olmalıdır. Bir şey də yaddan çıxarmamaq lazımdır ki, ağ əriklə hazırlanan cem bir o qədər yaxşı görünmür. Yaxşı olar ki, əriklər bu cür rəngli, gözəl olsun. Əriklərin tumlarını çıxartdıqdan sonra bişirəcəyimiz qazana əlavə edirik. Üzərinə 1 kiloqrama yarım kiloqram şəkər tozu olmaqla şəkər tozu əlavə edirik və biraz su əlavə edərək zəif odun üzərinə qoyuruq. Qaynara düşdükdən sonra orta atəşdə bişiririk. Qaynadığı müddətdə ara-ara köpüyünü alırıq. Tam bişdikdən sonra blenderdan keçiririk və bundan sonra da 1-2 dəqiqə qaynayır və isti halda bankalara yerləşdiririk. Siz də bu asan üsulla hazırlayın və hazırladığınız bütün nemətləri sağlıqla istifadə edin.